Salam, axşamınız xeyir olsun. Gündüz TV'yə baxırsınız. Studiyada Aynur Zahid, əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Mahşəhirdə neft kimya zavodu vuruldu. İran yenidən İsrailə raket atdı. Hədəflər İran hava məkanına daxil olmadan vurulub. İsrail mediasından açıqlama. Qarşılıqlı hücumlar daha bir neçə gün davam edə bilər. Təl-Əvivdən açıqlama. Hindistan səfirliyi çağırış etdi, İranı tərk edin. İndi isə daha ətraflı səhər saatlarında İranın Xuzistan əyalətinin Mahşəhir şəhərində yerləşən neft kimya zavodu hava hücumuna məruz qalıb. Bu haqda İran mediası məlumat yayıb. Hücum nəticəsində zavoda xəsarət dəydiyi və yanğın baş verdiyi bildirilib. İnsan itkisi barədə məlumat yoxdur. İsrailin şimal bölgələrində sığınacaq xəbərdarlığı verilib. İsrail ordusu Tehran vaxtı ilə səhər saat 10 radələrində İrandan atılan yeni raket dalğasının aşkar edildiyini açıqlayıb. İsrail ordusunun bəyanatına əsasən raketlərin ölkənin şimal bölgələrinə yönəldiyi ehtimal olunur və hava hücumundan müdafiə sistemləri onların qarşısını almaq üçün fəaliyyətə başlayıb. Hədəf bölgələrdə yaşayan sakinlərə təhlükəsizlik məqsədi ilə sığınacaqlara və qorunan məkanlara getmələri barədə xəbərdarlıq edilib. İsrail ordusu yaydığı açıqlamada vətəndaşları təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb və vurğulayıb. Bu təlimatlar insanların həyatını xilas edir. Bu hadisə İran və İsrail arasında gərginliyin davam etdiyi və tərəflərin son günlər qarşılıqlı hücumlar barədə məlumat verdiyi bir vaxtda baş verir. Səhər saatlarında Sepah, İraqın Süleymaniyə bölgəsində Tehrana müxalif Kürd qruplarının düşərgəsinə hava hücumu edib. Bu haqda İran mediası məlumat yayıb. Mümkün insan tələfatı barədə məlumat verilməyib. Hava hücumu İsrailin İrana cavab zərbələri endirməsinə sonra olub. İranlı deputat müharibə mesajı verib. İran silahlı qüvvələri düşmənə cavab verməyə əvvəlkindən daha güclü və daha yaxşı hazırdır. Bunu bazar ertəsi Parlamentin Milli Təhlükəsizlik Komitəsinin sözçüsü İbrahim Rızai X platformasında paylaşdığı mesajda bildirib və iddia edib ki, sakitlik və sabitliyə gedən yol müharibədən keçir. Rızai deyib ki, İran rəqiblərinin hesablamaları dəyişənə qədər susmayacaq. O əlavə edib ki, əvvəlki qarşıdurmalardan sonra ölkənin ordusu öz imkanlarını gücləndirib və mövcud zəiflikləri aradan qaldırıb. İsrail mediası ölkənin hərbi hava qüvvələrinin İran hökumətinə aid hədəflərə İranın hava məkanına daxil olmadan zərbələr endirdiyini bildirib. Məlumatlarda qeyd olunub ki, hücumlar İran sərhədlərindən kənardan həyata keçirilib, lakin əməliyyatın detalları barədə hələlik əlavə məlumat verilməyib. İranın hava müdafiə sistemlərini məhv etdik. Gündüz TV'nin məlumatına görə İsrail ordusu bazar ertəsi səhər saatlarında onlarla döyüş təyyarəsinin İranın müxtəlif bölgələrində hava hücumundan müdafiə sistemlərini hədəfə aldığını açıqlayıb. İsrail ordusunun sözçüsü Efi Defrin bildirib ki, İran son müharibə zamanı zərər görmüş hava müdafiə imkanlarının bir hissəsini yenidən bərpa etmişdi. Onun sözlərinə görə İsrailin son hücumları nəticəsində həmin sistemlər məhv edilib. Defrin əlavə edib ki, geniş miqyaslı əməliyyat İsrail ordusunun kəşfiyyat idarəsinin rəhbərliyi ilə həyata keçirilib və başa çatdırılıb. Eyni zamanda Val News saytı yazıb ki, İsrail Müdafiə Nazirliyi İran və İsrail arasında hazırki qarşılıqlı hücumların daha bir neçə gün davam edəcəyini qiymətləndirir. Xəbərin hazırlandığı ana qədər İran rəsmiləri İsrail ordusunun irəli sürdüyü iddialara münasibət bildirməyiblər. İranın strateji hava hücumundan müdafiə sistemlərinə qarşı həyata keçirilən geniş miqyaslı zərbələr İsrail hərbi hava qüvvələrinin İran hava məkanındakı fəaliyyət azadlığını daha da genişləndirib. Bununla bağlı İsrail ordusu məlumat yayıb. İsrail Müdafiə Qüvvələri açıqlayıb ki, İranın kükrəyən Aslan əməliyyatı zamanı zəifləyən aşkarlama və müdafiə imkanlarını bərpa etmək məqsədi ilə bir neçə bölgədə hava müdafiə sistemləri yerləşdirməsindən sonra onlarla qırıcı təyyarə həmin hədəflərə zərbələr indirib. Hərbi qurumun məlumatına görə həyata keçirilən hücumlar nəticəsində sözügedən hava müdafiə sistemləri sıradan çıxarılıb.
Hindistanın Tehrandakı səfirliyi İranda olan vətəndaşlarına ölkəni mümkün qədər tez tərk etməyi tövsiyə edib. Bu barədə səfirliyin rəsmi saytında məlumat yayılıb. Həmçinin səfirlik vətəndaşlara təhlükəsizlik səbəbilə İrana səfərlərdən imtina etməyi məsləhət görüb. Qeyd edək ki, ötən gecədən başlayaraq İran İsrailə hücumları bərpa edib. Səhər saatlarında isə İsrail paytaxt Tehranda daxil olmaqla İranın bir neçə şəhərini vurub. ABŞ prezidenti Donald Trump İranla münaqişədə Amerika quru qoşunlarının istifadəsini istisna etməyib, lakin belə bir ssenarinin az ehtimallı olduğunu bildirib. NBC News telekanalına müsahibəsində o, ABŞ quru qüvvələrinin münaqişəyə cəlb oluna biləcəyi ilə bağlı suala cavab verib. Biz onlardan istifadə edə bilərik. Bu az ehtimallıdır, amma düşünürəm ki, münaqişə başa çatana qədər onları orada saxlayacaq deyə Trump bildirib. ABŞ lideri bildirib ki, yaxın şərqə göndərilmiş təxminən 50.000 Amerikalı hərbçi hazırda təhlükə altında deyil. Belə hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.